Əziz müəllimlər, şagirdlər, mən Günel Əliyeva. Bu videoda sizə Mərd və Namərdin nağılı, Ana Maral, həmçinin deməli Xan Sarayı haqqında danışacağam. Yəni həmişə olduğu kimi oxuyacağam və təhlil edəcəm. Beləliklə başlayaq Mərd və Namərdin nağılından. Bir gün Mərd və Namərd adlı iki yoldaş səfərə çıxırlar. Hər dəfə yemək vaxtı çatanda Mərd süfrəsini açıb işıqdan biraz aralı oturum. Deməli, Mərd süfrəsini açıb Namərdi dəvət edirdi. Namərd öz yeməyinə əl dəyməz, Mərdin süfrəsinə oturardı. Bir müddət sonra Mərdin yeməyi qurtarır. Yemək vaxtı Namərd süfrəsini açır, amma Mərdi dəvət etmir. Mərd ac olduğunu bildirdikdə Namərd ona deyir: "Sol gözünü ver, çıxardım qoyum sol cibinə, biraz çörək verim. Qoyum sol cibinə, biraz çörək verim sənə ye." Mərd başa düşür ki, aç halda heç yerə gedə bilməyəcək. Əlacsız qalıb razılaşır. Namərd yoldaşın gözünü çıxarıb, deməli daha doğrusu deyir ki, qoyum öz cibimə də sol cibimə. Deməli Namərd yoldaşının gözünü çıxarıb onun cibinə qoyur, ona bir parça çörək verir. Onlar yenə davam edirlər. Yorulub dincələndə Namərd yenə süfrə açır. Mərdə təklif etmədən yeməyə başlayır. Mərd yenə çörək istəyir. Namərd bu dəfə sağ gözü çıxaracağını deyir. Başqa çıxış yolu olmadığına görə Mərd razılaşır. Namərd ona bir parça çörək verir. Mərdin sağ gözünü də çıxarıb cibinə qoyur. Yoldaşını qanlar içində qoyaraq yoluna tək davam edir. Mərd əlini yerə sürtə-sürtə gəlib bir xarabalığa çatır. Özünə bir yumuşaq yer tapıb oturur. Biraz sonra şir, pələng, qurd, tülkü də xarabalığa gəlirlər. Hərəsi bir tərəfdə oturduqdan sonra pələng şirin işlərini soruşur. Şir yeni bir xəbər olmadığını deyib qurdun keyfini soruşur. Qurd gözünün yaşını axıda-axıda işlərinin kasad olduğunu bildirir. Şir səbəbini soruşanda qurd deyir ki, dağın ətəyində bir çoban var. Onun tulası imkan vermir ki, gedib quzudan, qoyundan gətirib yeyim. Əvvəllər o sürü ilə dolanırdım, amma tulanın qorxusundan indi yaxın gedə bilmirəm. Şir deyir: "O tulanın qanı dərmandır. Hər kim naxoş olsa, hər hansı naxoşluq olsa, o tulanın qanından içən kimi sağalar." Mərd bu sözü yadında saxlayır. Şir üzünü tülküyə tutur, bazarının necə olduğunu soruşur. Tülkü razılıq edir. Deyir ki, dağın o üzündə bir sıçan, sıçanın isə xeyli qızılı var. Tülkü həmin qızılların qaravulunu çəkdiyi üçün sıçan ona çörək verir. Mərd bu sözləri də yadında saxlayır. Səhər heyvanlar gedirlər, Mərd xarabalıqdan çıxır, bir ağacın dibində oturur. İki göyərçin Mərdin söykəndiyi ağacın budağında oturur. Göyərçinlərdən biri böyük bacı, digərindən kiçik bacıdan soruşur: "Mərd ilə Namərdin hekayəsini eşitmisən?" Kiçiyi eşitmədiyini bildirir. Danışmağını istəyir. Birinci göyərçin sözə başlayır. "Danışım. Günlərin bir günündə bir mərd olur, bir namərd. Mərdlə namərd yol gedərdi. Belə oldu ki, mərdin çörəyi yolda qurtardı. Namərdə dedi ki, biraz çörək ver mənə. Namərd mərdin gözlərini çıxardıb ona çörək verdi. İndi budur, mərd kör olub qalıb burada, heç kim dadına çatmır. Kiçik göyərçin təsirlənir, kömək etməyin olub-olmaması ilə maraqlanır. Böyük göyərçin ehtiyacın olub-olmaması ilə böyük göyərçin çarənin olduğunu bildirdikdən sonra üzünü mərdə tutub deyir: "Ey mərd, yatmısan, ayıl, ayıqsan, eşit. Biz ki tərpəndik buradan, ayağımızın altından bir lələk düşəcək. O lələyi götür, gözlərini qoyarsan yerə. O lələyi gözlərinə çəkərsən, gözlərin olar anadan gəlmə." Kiçik göyərçin təsirlənir. Daha doğrusu, bunu deyən kimi uçan göyərçinlərin lələyi Mərdin dizi üstünə düşür. Mərd onların dediyi kimi edir. Ciblərində olan gözləri yerinə qoyub lələyi çəkir, gözləri açılır. Ayağa durub yol getməyə başlayır. O qızıllarını qabağına töküb, qaravulunu çəkən sıçanı görür. Bir daş atır, sıçan qorxudan yuvasına girir. Mərd qızılları götürüb yola davam edir. Bir qədər gedəndən sonra çoban olan yerə çatır. O çobana yaxınlaşıb tulanı almaq istədiyini deyir. Çoban razılaşmaq istəmir. Ancaq Mərd bir çəngə qızıl verərək tulanı alır. Tulanın qanını bir şüşəyə yığıb yola düzəlir. İstanbul padşahının qızı neçə ildir ki, xəstələnib yorğan döşəyə düşmüşdü. Heç bir həkim onun xəstəliyinin çarəsini tapa bilmirdi.
Mərd gəlib İstanbula çıxır, padşah sarayının qabağına yığılan adamlardan nə baş verdiyini soruşur. Qızın xəstə olduğunu öyrənir. O, özünə bir dəst paltar alır, hazırlaşıb sarayın qabağına gəlir. Qızı müalicə etmək istədiyini bildirir. Ona deyirlər ki, bir çoxları həkim olduqlarını iddia ediblər, amma müalicə edə bilməyərək padşahın qəzəbinə tuş gəliblər, öldürülüblər. Yaxşısı dur, çıx get. Amma mərd həkim olduğunu deyərək əl çəkmir. Xəbər padşaha çatır, padşah onu çağırır və deyir: "Əgər qızımı sağaltsan, onu verəcəyim sənə. Əgər sağalda bilməsən, sənin boynunu vurduracağam." Mərd razılaşır, onu qızının yanına aparırlar. O qızın nəbzini tutub yoxlayır. Axırda tulanın qanından bir damcını suya töküb qıza verir. Qız ayılır və padşah xəbəri eşidən kimi deməli təbil gecə şəhərdə olan bütün təbil vurdurur, şadlıq başlanır. Padşah əvvəldən ət etmiş ki, qızı sağlandı. 7 gün, 7 gecə şəhərdə olan bütün fəqir füqaralara, əlsiz ayaqsızlara plov verdirəcək. O dediyini yerinə yetirir, həmçinin mərdin toyunu da etdirir. Toy 40 gün, 40 gecə davam edir. Günlərin bir günü mərd Günlərin bir günü mərd pəncərədən baxanda namərdi küçədə görür, adam göndərib onu çağırtdırır. Namərd mərdi görüb təəccüblənir, nə baş verdiyini soruşur. Mərd başına gələnləri danışır. Namərd oradan çıxan kimi həmin xarabalığa yollanır. Bir yer tapıb gizləndikdən biraz sonra pələng, şir, qurd və tülkü gəlirlər. Yenə birinci pələng söz alıb şirin işlərini soruşur. Şir də eyni qaydada hər şeyin yaxşı olduğunu deyib qurdla maraqlanır. Qurd sevinə-sevinə xəbər verir ki, bəhs etdiyi tula artıq yoxdur. O da hər gün bir qoyun gətirib yeyir. Bunu deyəndən sonra o tülkünün keyfini soruşur. Tülkü bazarının kasad olduğunu deyir. Çünki sıçanın qızılları uğurlandığı üçün daha ona çörək vermir. Deməli, pələng şübhələnir, içəridə insan olduğunu deyib axtarmağı təklif edir. Onlar namərdi tapıb parçalayırlar və yeyirlər. Parçalayıb yeyirlər. Deməli belə, mərd və namərdin nağılının məzmununu budur. İndi keçək təhlilinə, buradakı təhlil sonra öz fikirlərimdir. Yaxşılıqla pisliyin mübarizəsi Azərbaycandan şifahi xalq ədəbiyyatında ən çox rast gəlinən mövzulardan biridir. Süjetə malik olan nümunələrin xeyrin qələbəsi ilə bitməsi... Bu sənindir, bu da mənim kitabımdır. Bu mənim. Bunu oxuyub. Atalarımızın yaxşılığa verdiyi dəyəri göstərir. Qələm. Qələmlə yazmaq olmaz axı. Bunu verim, oxu bu kitabı. Belə nümunələrdən... Belə nümunələrdən biri də mərd və namərdin nağlıdır. Elə nağlın əvvəlində hər iki surətin adına layiq əməllərə malik olduğu görünür. Mərd əlində olanı verir, namərdin öz yeməyini gizlətməsinə əhəmiyyət vermir. Çünki o mərddir. Namərd isə mərdin gözü tox olar, namərdin gözü aç. Atalar sözündə deyildiyi kimi dostunun açıq ürəklə süfrəyə qoyduğu yeməkləri yeyərək öz çantasına əl dəymir. Növbə ona çatdıqda isə öz xislətini gizlətmir. 2 parça çörək əvəzinə yoldaşının 2 gözünü çıxarır, onu köməksiz qoyaraq yola davam edir. Mama, yandım, səndim. Hər kəs öz əməllərinə layiq münasibət görür. Mərd etdiyi yaxşılıqların əvəzində gözləmədiyi hadisələrlə üzləşir. Sujetin bu hissəsində sehirli qüvvələrə də geniş yer verən nağıl yaradıcıları yaxşılığın hansı yolda olursa olsun öz mükafatını alacağını diqqətə çatdırırlar. Namərd özünə layiq olan cəzanı görür. Xarabalıqda yeni xəbərlər öyrənib yeni bir yola çıxmaq istəyən namərd heyvanlar tərəfindən parçalanır. Deməli, mərd və namərdin nağılı, mən də öz fikirlərimi bildirsəm, təhlil olaraq, həqiqətən çox təsirlidir. Yəni, mərd insanlar və namərd insanlar. Yəni, həyatımızın ayrılmaz təzadlarıdır bunlar, mərd və namərd. Ağ və qara, yaxşılıq və pislik, xeyir və şər, mərd və namərd. Yəni, mərd insan doğru olur, vicdanlı olur, vüqarlı olur, düz olur, ədalətli olur və s. Gözü tox olur. Amma namərd insan
nəinki pisliyidir, həm də edilən yaxşılığa belə pisliklə cavab verir. Mərd və namərdin nağılında da biz bunu gördük. Yəni mərd insan düzdür, həyatda biz çox görürük ki, mərd insanlar haqsızlıqlara düçar olurlar. Amma bəzi məqamlarda isə, o deyir ya ilahi ədalət. Bəzi məqamlarda isə və hətta sonda daha çox belə olur ki, nə vaxtsa bir gün mütləq, yəni mərd qalib gəlir. Namərdsə və burada da biz bunu görürük. Mərd qalib gəlir, yəni yaxşı işlərlə qarşılaşır, gözləmədiyi belə demək ki, həyatının o çətinliklərinə baxmayaraq gözləri də açılır, ya qarşısına yaxşı hadisələr çıxır. Amma namərd isə elə öz xarakterinə uyğun, öz pis xislətinə uyğun da sonluqla, qaranlığa düçar olaraq sonluğu ilə, acı sonluğu ilə bax beləcə qarşılaşır. Ona görə də bu nağıl da təbii ki, ibrətamiz bir əhəmiyyət daşıyır. Çalışın həyatda həmişə mərd olasınız.